studiyamızın çox dəyərli bir qonağı var. İctimai siyasi xadim, Ümid Partiyasının sədri İqbal Ağazadə. İqbal müəllim, xoş gəlmisiniz. Xoş gördük. Dəvətimizi qəbul etdiyiniz üçün ilk öncə sizə təşəkkür edirik. Mən dəvət üçün təşəkkür ederim. İqbal müəllim, yəqin ki, bu sualı sizə bir çox müsahibələrdə veriblər, amma bizim tamaşaçılarımız üçün də bu sualı mən yenə sizə ünvanlamaq istəyərdim ki, İqbal Ağazadə kimdir? Bu yaşında özünü necə hiss edir? Mənə hər kəs kimdir sualına bir cür cavab verə bilər. Mən özüm bir başqa cür cavab verə bilərəm. Mən bir üçün valideynəm, bir üçün dostam, bir üçün sevdiyi adamam, bir üçün millət vəkili, bir üçün partiya sədri, bir üçün ictimai siyasi xadim, jurnalist üçün müsahib, özüm üçün adam olmağa çalışan biri olmuşam, bir ömür. Çalışmışam ki, adam olum. Sözün böyük mənasında. Amma kiməm, nəçiyəm, nəyəm? Yəqin ki, bunu zaman uzun fasilədən sonra, həyatda olmayandan sonra insanlar xatırlayarsa, o cavabı daha dəqiq verə bilərlər. Düşünürsünüz ki, insanlar sizi necə və kim olaraq xatırlasa, əslində o şəxssiz? Hər kəs məni olduğum yerdə xatırlasa daha gözəl olar. İstəmərəm ki, hamı məni ictimai siyasi xadim kimi xatırlasın. İstərəm ki, ata kimi xatırlayan, sevdiyi adam kimi xatırlayan, həyatında olan birisi kimi xatırlayan, qardaş kimi, bacı kimi, nə bilim, dost kimi, hər kəs kim hansı yerdən baxırsa, o yerdə xatırlaya bilsin. Bir yerdən məni xatırlasalar, çox üzülərəm məncə. Müsahibələrinizin birində demişdiniz ki, savablarımdan çox günahlarım var və demişdiniz ki, hələ də yaşımın o çağındayam, müdrikləşməmişəm. Bugün necə düşünürsünüz? Dəyişən bir şey yoxdur. İnsanın savabı, biz Allah deyirik, əstəğfurullah, savablarımız o qədər çox olsun. İnsanların heç birinin savabı günahından çox olmur. Amma günah da gözəl olur. Günahın özü də onu gözəl yaşayarsın. Ümumidə günah ola bilər nəsə. Amma insan o günahdan saflanar, durulanar, bütövləşər, təmizlənər, özü olar. Əsaslar çıxarlar. Elə günahlar da var. Amma qıraqdan baxarlar, deyərlər ki, bu günahdır. Amma o əslində günah deyil. Əslində insanın özünün ruhuna, insanın özünün mənəviyyatına hədiyyəsidir, töhfəsidir. Ata olmaqdan, evlad kimi xatırlanmaqdan danışdınız. Çox uşaqlarla da böyümüsünüz. Bəli. Və özünüzü evlad kimi necə dəyərləndirirsiniz? Bilmirəm, onu da çətindir o suala cavab vermək. Çalışmışam ki, pis övlad olmayım. Çalışmışam, amma bacarmışam. Onu demək çox çətin. Bəs özünüz evladlarınızdan razısınız? Çox razıyam.